qədər izlədiniz. İndi də sözü verirəm məktəbimizin müdiriyyəti, gözəllər gözəli, sevimli Fərə xanım. Ən azı biz valideynlər böyük olaraq, mən məsələn çox mənə güclü təsir elədi, elə ilk səhnələrindən çox ab-ı havasını yaratdı, tədbiri çox güclü təsir bağışladı və başa düşürük ki biz bu uşaqlar, bu sinifdə neçə uşaq var? 34 şagirdimiz var, 30 şagird araşdırma aparıb, işləyib bunun üzərində. Ki, hərə öz bacardığı kimi, kimsə rəsmlər çəkir, kimsə musiqi bəstələyir. İstəsin musiqi bəstələyir. Süleyman. Musiqi bəstələyir, prezentasiya hazırlayır, çıxış hazırlayır, film çəkiblər. Bu o deməkdir ki, bu uşaqlar bu problemin içinə giriblər, görüblər, formal olaraq dinləməyiblər, araşdırıblar və mən düşünürəm ki, mənim bu şagirdlərimin, dinləyənlərin, burada olanların heç vaxtı belə bir zərərli vərdiş fikrinin belə böyründən də keçə bilməz. Yəni, siz bunu dəhşətlərdə araşdıra gördünüz. Bir var kimsə sizə desin, siz də maraqsız oturub bunu bilirəm. Möhtəşəm iş görmüşsünüz, çox gözəl iş görmüşsünüz. Bizim gəncliyimiz üçün, bizim xalqımız üçün, bizim Azərbaycanlılar üçün, ümumiyyətlə, övladlarımız üçün möhtəşəm işdir. Yəni, bu qədər uşaq, mən elə hesab edirəm ki, sığortalanmış olur. Onlar özlərini bu problemin dərinini görüb, sığortalandılar. Arzu edərəm ki, heç kəsin övladı, heç bir uşaq bu zərərli vərdişlərə yaxın durmasın, bunu başa düşsün, hər birinin yanında bir insan olsun ki, başa düşürsünüz uşaqlar, siz gördünüz, başa düşdünüz, bilirsiniz ki, bu nədir? Çünki araşdırmışsınız və dostlarınız, tanışlarınız, qonşularınız bu yola nəsə bir tərəf baxmaq istəyəndə onu hər zaman çəkindirəcəksiniz o yollardan. Ona görə sizə afərin deyirəm. Sizin istedadınız məni, hər zaman mən bilirəm, mənim şagirdlərim çox istedadlıdır. Məsəl üçün o filmi mənə çox gözəl təsir bağışladı ki, orada bir rejissor işi var idi ki, kontrast, yəni ki, iki yolu, o tərəfi də, bu tərəfi də, yaxşı yola gedəndə də, pis yola gedəndə də o paralel yolu çox parlaq göstərir. Siz mən bilmirəm, rejissoru kimdir? Əla. Çox gözəl, bu tapıntıdır bu, bizim bu mövzumuz üçün tapıntıdır. Valideynlərinizə təşəkkür edirəm, mən başa düşürəm ki, valideynlərin də bu övladlarınızı bu tədbirdə iştirak etməyə dəstək olmuşsunuz. Və bizim komandanı təşəkkür edirəm. Allah sizdən bir ikinciyəm bu tədbirdə. Bir saatlıq bir saatlıq tədbirdə deməli rejissorumuz da çıxdı, bəstəkarımız da çıxdı. 3 dildə səlis danışanlarımız da var maşallah. Tədbirimizin bir müsbətli odur ki, istedadlarımızı aşkarı qaldırıb. Xətən mən həmişə demişəm, həmişə deyirəm ki, çoxdur. Дети наши 141 школы самые талантливые, самые умные, вы у меня просто молодцы. И не было такого ребенка, чтобы я сказала, а ну biraz zayıf çıkış elədi. Все выступали потрясающе. Я получила удовольствие от вашей игры.